Nedir Ramazan orucu? İnanın ki bu sual həmişə verilir, milyonlara verilir və milyonlar da eyni cavabı təkrarlayır. Oruc ibadətdir. Bəli, oruc ibadətdir. Amma oruc hər şeydən qabaq bizi dəyişdirməyi, bizi tərbiyə etməyi qarşısına məqsəd qoyan ibadətdir. Yəni oruc dəyişilməkdir. Oruc tərbiyə olunmaqdır. Oruc bu baxımdan bizim qarşımıza Ramazan adlanan mövsümdə açılan bir fürsətdir. Bu fürsətdən istifadə etməliyik. Oruc adi, formal, ritual xarakteri daşıyan ibadət deyildir. Oruc canlı ibadətdir. Biz elə etməliyik ki, timsalımızda bu ibadət sönük, ətalət qoxuyan ritualdan bizi dəyişdirən, bizi paklayan, bizi tərbiyə edən canlı prosesə çevrilsin. Belə olduqda biz orucun təsirini üzərimizdə hiss eləyəcəyik. İnsanoğlu 11 ay ərzində günah işləyir və bu günahlar onun mənəvi dünyasına ciddi surətdə təsir göstərir. İnsan mənəvi dünyasını bürüyən o buludlardan xilas olmadıqca mənəviyyat səmasında uça bilməz, pərvaz vura bilməz. Mənəviyyat səması mənən təmiz, günahlardan yüngülləşmiş insanlar üçün nəzərdə tutulub. Biz belə olduqda mənəviyyatın zirvəsinə ucala bilərik. Əlbəttə ki, oruc bu məqsədlə bizə Rəbbimiz tərəfindən vacib edilmişdir. Oruç tutmaqla biz təmizlənirik. Oruç tutmaqla biz tərbiyə olunuruq. Oruç tutmaqla biz Allahla bitkin həyat yaşayırıq. Oruç tutmaqla biz mənən forma kəsb edirik və mənən sağalırıq. Elə etməliyik ki, oruc bizim üçün təmizlənmə ayı olsun. Elə etməliyik ki, orucluq bizim üçün mənən təmizlənmə ayı olsun. Elə etməliyik ki, orucluq, Ramazan bizə mənəvi qida bəxş etsin. Ruhun mənəvi qidaya ehtiyacı vardır. Bu mənəvi qidanı oruç tutmaqla biz əldə edə bilərik. Əlbəttə, bunun üçün oruca layiqli münasibət bəsləməliyik. Elə etməliyik ki, biz sadəcə ac və susuz qalmayaq. Mədəmizi yeyib içməkdən saqındırdığımız kimi, biz gözümüzü də, ağzımızı da, qulağımızı da, əllərimizi də, hətta düşüncələrimizi də günahlardan uzaq tutmalıyıq. Əgər bunu bacara bilsək, biz bizə lazım olan, ruhumuza lazım olan mənəvi qidanı əldə edəcəyik. Allah'a əmanət olun.